Əli, qədim dövr Azərbaycan tarixi. Biraz sual cavab eləyək səndən, görə elə necə bilirsən. De görüm elə, Aratlı Dövlət Qurumu nə vaxt yaranıb? Eramzada 3-cü minilliyin 1-ci yarısı. Harda yaranıb? Ürümqi cənub şərqində. Hökmdarı necə adlanırdı? Ensi. Kürtlərin yaranma tarixi nə vaxtdır? Eramzada 3-cü minilliyin 2-ci yarısı. Harda? Bura kameraya bax da, sən tanısınlar da Əli. Ürümqi cənubunda. Ərazisi hardan əhatə eləyirdi? Kürtlər. Kürtlər. Ürümə gölündən İran körfəzinə qədər. Lubilərin yaradıcısı kim idi? İmaşqın. Lubilər nə vaxt yaranmışdı? Eramzada 3-cü minilliyin 2-ci yarısı. Hər iki dövlət, həm Kürt, həm Lubilər hansı dövlətlə mübarizə aparıblar? Kadlarla. Akkadlarla. Lubilər hökmdarı hansı titulu daşıyırdı? Padşahlar padşahı. Hər iki dövlətin süqut tarixi nə vaxtdır? Eramzada 3-cü minilliyin 2-ci sonları. Sonlarında. Lub və Kürtlərin süqutundan sonra Ürümqi ətrafında fəallaşan tayfa hansı idi? Turukki tayfa. Turukkilər hansı dövlətlə mübarizə aparırdılar? Asuriya ilə. Neçənci minillikdə? 2-ci minillik. İkinci minillik. Asuriya hansı ərazisini işğal etmişdilər? Şara vilayətini. Aydındır. Manla yaranmasına vaxtı. Eramzada 9-cu əsr. İnşallah gələn dəfə manlanın tam təfsilatı ilə sual cavab edərik. Çox sağ ol.